Salam əziz dinləyicilər. Bugünkü mövzunu da həsr eləmək istəyirəm. O sağlamlıq sahəsində olan, mən onlara dahi deyirəm, dahiləri. Sağlamlıq sahəsinin o dahilərinə. Bir də kommentariyalar vardı. Kommentariyalara izahat vermək istəyərdim. Deməli, bu başıma bağladığım bu lentanda sual vermişdilər ki, bu nədən ötəridir, niyədir? Bu, mənim 70 yaşım var, bu fason zat verməkdən ötəri deyil. Bu, ABŞ-la belə başa bağlayırlar bunu marafonçular. Marafonçular ona görə bağlayırlar ki, marafon 42 kilometr, 195 metrdir. 2 saat nə qədərdir rekord zat. Onlar qaçanda tər buradan axıb gözlərinə tökülüb gözlüyü yandırmasın. Bunun materialı elə olmalıdır ki, katan olmalıdır ki, təri özünə çəkə bilsin. Mən haradasa 90-cı illər marafon qaçmaq fikrinə düşmüşdüm. Dostum vardı, Qabil müəllim. Antalya Universitetində sonra getdi, dərs dedi, neçə illər, 25 il. Onunla bir yerdə marafon qaçmaq istəyirdik. Mən 25 kilometrə kimi qaçırdım artıq. Sonra hadisə oldu. 20 yanvar hadisəsindən qabaq, 2 gün ondan qabaq atam dünyasını dəyişdi. Əmim qızı həmən günün dünyasını dəyişdi. 2 gün dalbadal hüzün, sonra dalınca 20 yanvar. Nəysə həvəsdən düşdüm. Yas yeri, 7 gün. Ona görə marafon qaldı. Amma Qabil müəllim marafonu qaçdı. Biz o vaxt Məhsul stadionunda məşğul olurduq. Məhsul stadionun bir qrup dairəsi 330 metrədir. 3 qrubu, 3 dairəsi 1 kilometr. Yəni Qabil müəllim getdi, marafonu qaçdı. Mən ən böyük məsafə məndə olub 25 kilometr. Ondan artıq qaçmamışam. Yəni o vaxtı da mən bağlayırdım ki, qaçanda tər gözümə tökülməsin. Və şimdi soruşarsınız ki, marafon qaçmırsan, niyə bunu edirsən? Mən qış vaxtı, soyuq vaxtı çeçenka qoyuram. Hiss eləyirəm ki, çeçenka nazik olur, soyuq hava alnıma təsir eləyə bilir. Mən Qaymaritdən balnisada yatmışam. Burada deməli cibciklər var, bir də burada. Soyuq olanda, vaspolini olanda ora deməli çirk yığılır, sonra prokol eləyirlər. Deşib pramuvas eləyirlər, yuyub təmizləyirlər, keçib gedir. Amma çətin çox sağlam xəstəlikdir Qaymarit. Yəni mən deməli alnıma bura soyuq olmamaq üçün bu cibciklərə bunu geyirəm, üstündən də çeçenkanı qoyuram, geyirəm. Bu isti saxlayır. Siz də çalışın həmişə alnınızı isti saxlayın. Ora soyuq dəyməsin. Hə, hava isti olanda da çeçenkanı qoymursan soyuq olur. Qoyursan baş tərləyir. Ona görə o vaxtı çeçenkanı tullayıram, keçirəm buna. Ki başım tərləməsin. Hə, o mülayim havalarda papaqsız asız bunu geyib gedib idman eləmək olur. Bu belə, bunu həll elədik. İndi mən aclıq haqqında da biraz danışım. O aclıq mövzusunu bağlayaq. Aclıq belədir ki, mən deməli 16-cı gün aclığı dayandırdım. Burada deməli sağ tərəfində, burada ağrı əmələ gəldi. Bir elə fikirləşdim ki, onu nətər götürüm. Gördüm, götürəmirəm. Axırda məcbur oldum. Markovun kökün şirəsi ilə isti qaynar suyu qatışdırıb, bir istikan içdim, ağrı keçdi, getdi. Ondan sonra davam elətdirmək olardı aclığı. Bir stəkan kökün şirəsi ilə su qatışığı içmək düzgün deyil də. O nətər ki, oruçda ki, bir qırıq su ağzına getdi, o oruç sayılmır. Aclıqda da nə isə içdin, hə, o aclıq sayılmır. Mən də ona görə dayandırdım. Amma o keçən il bu etap çox yaxşı keçmişdi. 19 günə kimi heç bir problemsiz keçmişdi. Amma indi nə isə problem keçdi. Mənim kommentariyada bir nəfər yazmışdı ki, yaş da öz təsirini göstərir. O komedixanada deyirik, yaşım 51 də öyle, 50 də öyle, 51 də o da deyir, bir ildə bir ildir də. İndi yaşım keçən il 69'u, bu il başlı demək olar ki 70'dir. İndi o bir ildə bir ildir. Bir il görünür ola bilər ki, o öz təsirin göstərib. Saxladım axı ki 16 gün. 16 gün aclıq elədim. Görək sonrası nə olur da. Deməli, mən o dəfə demişdim ki, o birisi çıxışımda da, o belimdə əsəb nerv ağrıları olanda, birinci asidatik
krizisdə. Mən orada onu götürmüşdüm kovriklə. Deməli, Ləpko. Ləpkonun kovrikindən. Ləpkonun kovriki nədir? Bax, bu Kuznetsovun aplikatorudur. Bunu birinci dəfə Kuznetsov kəşf edib. Kuznetsov 30 il bundan qabaq. Kuznetsov bunu kəşf edəndən sonra Ləpko götürüb onun o plasmaslarını dəyişib, belə bir kovrik düzəldi. Bax, iynələrdir hamısı. Bu, məndə 28 santimetrin 48 santimetri. Bunun hər cürə razmerləri var. Başa qoymaq üçün də var. Balaca belə razmerləri də var. Ən yaxşı müalicəvi budur. Bu, bütün nerv ağrıların, bütün ağrıları götürür. Çox gözəl şeydir. Bu, deməli, deyim də bütün o nəfərdir. Bu, Moskvada bunun qiyməti 100 manat, 110 manat, 90 manatdır haradasa. Burada verirlər bunu 200 manata. Firma var, Magerram Abdinov. O verir 200 manata. Soruşanda da deyir, bunun rastlanmışması var, nəyi var. O şimdi bu bir əvəz olunmaz şeydir. O ağrılarda da, aclıq vaxtı ağrılarda da bu ağrını çox rahatlıqla götürür. Bel ağrılarında rahat götürür. Deməli, bu nədir? Bunun qiyməti ona görə baxadır ki, onun hər bir iynəsi nikel, mis, nerjavekadır. Bu Ləpko koronavirus vaxtı dünyasını dəyişdi. Dosentidir, alimdir. Bu nə tər fikirləşib? O iynələrin hamısı hərəsi bir cürədir. Yan-yana eyni iynəni qoymuyor. Misin yanına alüminium qoyub, alüminium yanına nerjaveka qoyub, nerjavekanın yanına prostoy metal qoyub. O elə eləyib ki, iynələr dəriyə batanda dəri toku keçirdir. Dəri toku keçirdir. Biri anod, biri katod rolu oynayır. Onların arasında galvanik enerji yaranır. Sizi inandırım, onu yarımca saat qoyub üstündə uzanandan sonra kovrika əlini vurursan, əməlli başlı istidir. Belinə əlini vursan, əməlli başlı istidir. O istiyi əzələdə spazmanı götürür, kapilərləri genişləndirir. Özə baxırsan ki, dəri qıpqırmızıdır. Kapilərləri genişləndirir, əzələdə spazmanı götürür. Yəni, əvəz olunmaz şeydir. Bütün o ağrılarda bel ağrı, əyək ağrısı, nə bilim, hər şeydə ondan istifadə eləmək olar. Çox gözəl şeydir. Bunun deməli başqa variantı da var. Belə üzü eləmək üçün, o qadınlar üçün bunun biraz da naziyi var. Bu selüliti götürür, qırışları götürür. Ondan ötəridir. Yəni ki, bunun da qiyməti hardasa bizim pulundan Moskvada 40 manat, 50 manat, burada gəlir 100 neçə manata çıxır. Yəni biləsiniz, informasiya verdim ki, o harda məlumatınız olsun, istəsəniz istifadə eləyə bilərsiniz. İndi mən aclıqdan danışmaq istəyirəm. Aclıq mövzusunu danışım, biraz bağlayaq. Aclıq siz deməli variantları çoxdur. Aclığın da klassik variantı var, Suxoy variantı var, sonra klassik variantı var. Mən bu temalarında rusca işlədirəm, çünki kitablar hamısı rus dilindədir. Mən də dilim öyrənib bu temaları, mənə irad tutmayan. Hə, aclığın nə növləri var? Məsələn, var deyim, bir dənə növü var ki, metodu var da. Bir gün Suxoy aclıq eləyirsən, quru aclıq. Bir gün yemək yeyirsən. Bir gün Suxoy aclıq, bir gün yemək. Bir gün Suxoy 30 gün eləməlisən. Bu bir variant. 2 gün aclıq eləyirsən, 2 gün Suxoy aclıqdan gedir söhbət. 2 gün yemək yeyirsən, 2 gün aclıq, 2 gün yemək, 2 gün bu da bir ay. Bir variant da bu. Həmin variantlar klassik variantlar. 2 gün, bir gün su içirsən, bir gün yemək, 2 gün su içirsən. Bu variantlar da var. Sonra başqa variantı, nə tər, bax, kaskadlı. Bir gün Suxoy variant, sonra yemək yeyirsən, 2 gün Suxoy variant, yemək yeyirsən, 3 gün Suxoy variant, 3 gün yemək yeyirsən, 4 gün Suxoy variant, 4 gün yemək yeyirsən, 5 gün Suxoy variant, 5 gün yemək yeyirsən, onun üçün 5 gündən o tərəfə icazə vermirlər. Başqa bir variantı var. Dalbadal 5 gün Suxoy aclıq, 5 gün oruç. 5 gün oruç tutursan, ondan sonra çıxırsan. Amma burada problem nədədir? Suxoy aclıqda belə bir şey var. Bunu mütləq bilməlisiniz. Götürüb bir səhv eləyə bilərsiniz. Su ilə təmas icazə verilmir. Yağış yağırsa da zont götürüb, çətir götürüb yağışın altında düşməməlisiniz. Dişinizi də yumamalısınız, əl üzünü də yumamalısınız. Suya toxunmaq olmaz. Suxoy aclığın variantı əsas şərti odur ki, sən su ilə heç bir təmasın olmamalıdır. Oradan çıxanda da
çoxlu su içməlisən, su içərdən paylanmalıdır bütün bədənə. Sonra var aclığın qarpız variantı, arbuzla qaldovka. Arbuzla qaldovka nə? Deməli, bir ay ancaq qarpız yeyirsən. O da aclıq sayılır. Qarpızdan başqa heç nə yemirsən də. Aclığın qarpız. Mən Artyomda işləyəndə, estakada tikəndə orada, o informasiyanı da verim ki, Azərbaycanın ən böyük estakadasını tikmək mənə həvalə olunmuşdu. 650 metrə dənizin içinə girməliydim estakada ilə. Finans məsələsinə görə yarımçıq qaldı. 35 metr getdim, sonra yarımçıq qaldı. Orada işləyəndə bizim işçilərin çoxu zirəli idi. Zirəli uşaqlara dedim ki, nə deyirsiniz sizə, pul verirəm. Mənə bir ay təmiz qarpızla təmin edin. Şərti də odur ki, qarpız ancaq təmiz qarpız olmalıdır. Dərmanla, kimya ilə, zirzibillə yetişdirilməməlidir. Sən qarpızla aclıq eləyirsən. Dedilər ki, mümkün deyil. Heç cürə mümkün deyil. Ona görə o arbuzlu variant qaldı, keçdi. Aclıq haqqında bu qədər. İndi keçək o birisi variantlara. Mən deyirəm ki, elə bir ki, həkimlər belə deyirlər, həkimin dediyinə qulaq asmamaq olmaz. Həkim, həkimdir. Bax, o mənə demişdi ki, 5 il əməliyyat eləməsək, sən çox yaşamayasın da. Həkim axı bilmir, mən nə bilirəm, nə bilmirəm, nə eləyəcəm, nə eləməyəcəm. Onun vəzifəsi odur. Damar daralır, götürdü, kəsdi, doğradı, ayağından çıxartdı, damarı qoydu oraya, get yaşa da. O işə baxır. Onun o qədər işi var, dərdi var, odu var, gündə bir dərman çıxır, gündə bir metod çıxır. O ancaq o işlə məşğuldur. O başqa şeylə durub, gəlib başqa işlərlə məşğul olası deyil. Amma mən başlayandan sonra ki, həkim deyəndən sonra başladım ki, o idmanla məşğul olmağa. Bu elə-belə sadə şey deyil, elə hamı getdi, götürdü, bir qırıq qaçdı, biraz da dənizə örgəşdi, özün o xəstəlik keçdi, getdi. O elə deyil. Mən başladım gündəlik tutmağa. Bu gündəlik tutduğum mən hər gün yazdığım bütün o neçə kilometr qaçıram, puls hara qalxır. Deməli, bunların başladım qrafiklərini cızmağa. Ki, bu qaçmaq nə tər təsir eləyir, pulsa nə tər təsir, pulsa nə qədər təsir eləyir. Bütün qrafiklər, aylıq qrafik, illər qrafiki, davleniya hara qalxır, puls nə tər qalxır, nə tər yenir. Hamısını, orta sredni çıxartmışam. Hamısını hesablayıb, cədvəlləri qurub, 10 il mən bu gündəliyi tutub bunların üstündə işləmişəm ki, nə eləmək olar, nə eləmək olmaz, nə tər eləmək olar ki, birdən-birə qalxmasın. Qaçmağın bütün sırrələrini öyrənib bu cədvəldə yazmışam. Axırda da nədən bildim ki, bu xəstəlik məndə yoxdur, sağalmışam. Amosovun bir dənə kitabı düşdü əlimə. Amosov orada yazır ki, əgər bir adam kilometri 5-10 yarım, 6 dəqiqəyə qaça bilirsə, heç olmazsa 8 kilometr, 10 kilometr bu adamda ola bilməz ki, ürəkdə xəstəlik olsun, regularlı əgər qaçırsa. Mən artıq o vaxtı regularlı 25 kilometr qaçırdım bazar günləri, o birisi günlərdə 15 kilometr. Onda başa düşdüm ki, bu xəstəlik məndən keçib gedib. Yəni, mən orada həm də istifadə elədim Porfiri Korneyeviçdən, Zakalevini, bioenerji trening çox şeylərdən istifadə edib sağalmışam. Yəni, bu elə bir sadə şey deyil. Həkim də hardan bilsin ki, mən bunların hamısını oxuyub öyrənəcəm, Moskvadan gecə-gündüz kitablar alıb, o kitabların üstündə oturub işləyəcəm, bu xəstəliyi sağaldacam. O, həkimin işi deyil. Bu, həkimin günahı deyil ki, mənə deyir, yaşamayasan. Sonra indi keçək o birisinə. Mən orada bir yerdə də deyirəm ki, mən götürdüm o dostumu, operasiya olmuşdu, ayağından damarı götürüb ürəyinə qoymuşdular. Mən onu götürdüm ki, gəl gedək Parnoya, həkim icazə verməmişdi. O da razılaşdı. Siz bir təsəvvür edin ki, bunun məsuliyyəti nədir? Allah uzaq eləsin. Bir qırıq o hamanda bir problem olsa, ürəyə qısılsa, bir şey olursa, gəl indi cavab ver. Çox böyük məsuliyyətin mən orada altına getdim. İndi həkim ona deyir ki, girmək olmaz, get başına aşağı sal, yaşadı. O nə bilir ki, bu şey eləmək, elə adam ola bilər ki, bütün bu sekretləri bilsin. O parnoy sadə şey deyil, girdin, çıxdın. Parnoy kənardan baxırsan, nə deyir? Parnoy da girdin, para çıxdın da. Getdin, duşun atda, elə deyil. Əgər o bir dəfə girib çıxmaqdırsa, Anatoliy Bilyukov 20-dən yuxarı kitab yazıb Parnoya aid. O 20 dənə kitabda nə yazıb bəs? Gör, bunun nə qədər sirriləri var ki, o 20 dənə kitab yazıb Parnoya aid.
Mən indi onu götürmüşəm boynuma ki, gəl gedək. Mən bilirəm ki, o pornoya girəndə hansı süpürgəni götürməliyəm. Mən başa düşməliyəm ki, evkalipt süpürgəsi 2 dəfə əlini qalxızıb yuxarıda fırlanan kimi alışıb yanır az qalsın. İstiliyi tez özünə çəkir. Palıd istiliyi qəti özünə çəkmir. Mən bilməliyəm ki, onu hansı süpürgə ilə vurmalıyam. Pornoya girəndə onun bədəninə soda yaxmaq lazımdır, su yaxmaq lazımdır, yaxud bal yaxmaq lazımdır. Mən bilməliyəm ki, onu orada domik eləmək olar, yoxsa yox. Korolevskaya banya eləmək olar, olmaz. Uzandığı polkanı hansı temperaturda eləməlisən? Yanına bir dənə vanını qoyub içində hansı temperaturda su saxlamalısan ki, dəqiqə başı onu suya batırıb çıxardıb vurmalısan. Sən bilməlisən ki, o perifə çıxanda hansı çaydan içməlidir. O deməlisən ona ki, səhər tezdən nə yesin gəlsin, ya heç nə yeməsin gəlsin. Çıxandan sonra özün nətər qorsun. Bir belə bu sekretləri bilməsən, bir dənə səhv elədin, bir dənə oyun gəldi, sonra gəlindi cavab ver. Ki, həkim deyib, sən həkimdən çox bilirsən, götürüb aparmışsan onu pornoya. Deməli, bütün bu sirləri, o qədər onun sirləri var ki, süpürgəni vuranda harasına vurmalısan, bankanı, süpürgədən banka qoyanda hara qoymalısan bankanı. Bu, hamısı pornoyun sirləridir, bunu bilməsən mümkün deyil o cürə məsuliyyətin altına girmək. İndi bir dənə də o dahi işlərin birindən də danışım, deməli, haradasa 10-cu ildir də, 11-ci ildir. Platformada işləyirəm, 19-cu platforma günəşli yatağı. Şimdi zəng gəldi, çağırdılar idarəyə, gəl get Sumqayıta. Təzə obyekt açılıb. Oranı tikilib təhvil verməlisən. Layihə nədir? Fransız layihəsi. Etilen polietilen zavodunun su soyutma qurğusu, Gradernisi. Noldan, katlavandan knopka basılanı kimi sənlikdir. Gəldim, başladım, mənə təzə sahə açdılar, məndən ötəri bir 47 dənə fəhlə işçi verdilər, mənə sənətkar verdilər ki, get başla günən. Katlavan qazıldı, gedirəm, iş gedir, yaxşı, 1 ildə işləyirik, haradasa 2 ildən çox çəkdi o layihə. Mənim ən böyük layihəm oldu. İş də yaxşı gedir, işin ortasında ayağım qırıldı. Lateral topuğun yer dəyişmiş sınığı. Onda baxırıq neftçilər balnisasına getdim. Mənim də xəbərim yox. Ayaq şişib, ayaqqabıya sığmır. Hakim dedi, uzandım. Ayağını belə qatladım. Bir də gördüm, nəysə dəydi. O kinoda deyir, açılması gips. Çöndüm, baxdım, gördüm, ayaq gipsdədir. Deyirəm, hakim, nə olub? Deyir, sınıqdır. Lateral topuğun diaqnozu, lateral topuğun yer dəyişmiş sınığı. Dedi, gedirsən evə, uzanırsan. Deməli, mənim orada 55 yaşım vardı. Soruşdum, maraqlandım, dedilər ki, 55 gün gipsdə qalmalısan. Yaşın 55-dirsə, 55 gün gipsdən sonra, 55 gündən sonra gips açılmalıdır. Həkim də dedi, get, uzan, ayağını qalxıb qoy, yastığın üstə tərpənmə. 2 dənə kastillə, 1 dənə kastillə, 2 dənə kastillə gəlirsən, всё. Gəldim, həkim yazıq, nə bilsin ki, mən Arnold Grünstadtın kitabını 3 dəfə oxumuşam. Onun gimnastikalarını bilirəm. Nə qayıracam, neyniyəcəm. Gəldiyim 1-ci gündən başladım saatlarla gimnastikanı eləməyə. Saatlarla, gündə 3 saat, 4 saat. Mən bilirəm, hərəkət olmasa o sümük birləşən deyil. Oxumuşam axı kitabı Grünstadtı. Grünstadt deyirəm, o dahilə. Grünstadt dahidir də, indi axırını deyəcəm nətər. Onun o kitabın, deyirəm, bu kitablar gərək hamısı tərcümə olsan Azərbaycan dilinə, ya da gedib rus dilini öyrənəsiniz, rus dilində oxuyasınız onun ki, orijinaldan oxuyasınız o kitabları. Bunu başladım, bununla da bir yerdə başladım Vasütünün bioenerji treningi. Gündə 4 dəfə, 5 dəfə onun o gimnastikasını eləyirdim. Mən o gimnastikasını öyrənmək üçün 3 ay gecə gündüz məşq eləmişəm. Ki, bioenerji treningi öyrənim, nətər bütün enerjini yığıb ciyarlarına 2 saniyənin içində göndərməlisən o xəstə yerinə. Pulsasiya yaratmalısan, o pulsasiyanı hiss eləməlisən. Eləməsən, onun elə şərti odur ki, mütləq eləməlisən. Onun üçün, bu gimnastika başı üçün 20 gündür qıvrılıram ağrıdan. Ağrı imkan vermir. 21-ci gün
Durdum səhər tezdən, inanılmaz bir şeydir. Ayağımı bastım yeri gördüm, heç bir ağrı yoxdur. Elə bil heç məndə belə bir problem olmayıb. Ayağımı basıram, yox. Özdəki day obyekt orada yanır. Bir dəfə Kasillə getdim, Azərkimya mənə dedi ki, sən cipsinə, zavodun ərazisinə girmək olmaz. Vəsə, gəlmə. Xaricdən də bu layihənin yayısı gəlməlidir. Perivodçik göndəriblər, onları göstərməlisən, bütün hamısını danışmalısan. Mənim də ayağım qırıq. Qaçdım getdim neftçilərə, həkimə dedim gipsi çıxart, sağ almışam. Bir elə dedim, mən verəmərəm 20 günə yer dəyişmiş sınığa mən nətər 20 gündən sonra şey eləyim, balın işini bağlayayım. Amma mən getməliyəm, işim var, gücüm var. Ayağımı basa bilirəm də yerə. Dedi bir şərtlə ki, mən qol çəkir, sən qol çəkirsən ki, bütün cavabdehlik sənnədir. Qol çəkdim, balın işini bağladım. İndi bu slimkanı götürüb, baxır mənə baxır, slimkaya baxır, mənə baxır, slimkaya baxır. Hakimlər çox baxırsınız, vəsə da mən çıxım gedim. Deyir, yox, mən məhdəl qalmışam ki, yer dəyişmiş sınıqda, yer dəyişmiş sınıq olanda, bitişən yer, sümük bitişən yerdə. Nətər ki, o tikintidə svarka eləyirik, qaynaq eləyirik, qaynağın üstündə şov olur. Sınıqda deyir, hər şov olmalıdır, onun adı mazoydur, mazol olmalıdır mütləq, səndə yoxdur o. Deyirəm, nətər yoxdur? Mən də birinci dəfədir mazolun sözünü eşidirəm ki, orada qaynaq olmalıdır, belə şişməlidir, nətər o svarkanın şişi kimi. O deyir, mümkün olan şey deyil, sən nətər eləmirsən, neynəməlisən, siz indi Vaşutinin, Greenstadtın sən elminə baxın da. Deyir, bu mümkün olan şey deyil. Gör, bunlar nədirlər, nə yaradıblar? Dahi bunlar deyir, yoxsa yapışmışıq bir Ərşad adımıza. Ərşad adı kimdir, İlqar kimdir? Onların o dahilərin elmindən istifadə edən bu Potrebitel, o Norbekov yaxşı ad qoyub adamlar ki, Potrebiteldir. Deyir, biri var kəşf eləyən, biri də var istifadəçi. Bunlar deyir istifadəçidir. Mənim kimi adam, Ərşad Azimzadə kimi. Onun elmindən istifadə edib sağalıb da, bu nə iş görüb? Sağlamlıq sahəsində nə yazıb? Heç nə. Yazan Greenstadtdır, yazan Vaşutindir, yazan Amosovdur. Yazan Treskunovdur, yazan nə bilim Karpa Buramoviçdir, Doktor Laskindir, Strelnikovadır. O qədər alimlər var ki, bunlar da tarixdə qalan, bunları elminin qabağında baş əymək lazımdır. Yoxsa biri getdi onun elmindən istifadə elədi, sağaldı. Nə olsun? Hə, sağaldı da. Milyon dənə adamlar sağalır, gelir. Nə olsun? İndi şeydən danışım, o gün sizə demişdim ki, o Sanakuloviç, Norbekov, Mirzə Kərim Sanakuloviç, Norbekovdan demişdim bir dənə ki, xırda bir elmi ilə nələr yaratdı, sağlamlıq elminə nələr verdi. O bir dənə kitab yazdı, o kitabla məşhur oldu bütün dünyada, neçə dillərə yayıldı. O kitabında da bir dənə rəvayət yazır, bütün onun elmi o bir dənə rəvayətin üstündə qurulubdur. Bir dənə o rəvayət, bütün o elm o bir dənə rəvayətin üstündə qurulub. O rəvayət nədir? Bir dənə şah olur, deməli, xəstələnir, 5 ildir Pasteur rejimindədir, tərpənənmir. Rəvayət belədir. Bu çağırır vəzir, deyir ki, həkimləri çağır gəlsin, bir mən görüm hansı sağalda bilir. Hansı gəlir, sağalda bilmir, deyir, bunun başını vurdurun, keçirdim paya, şəhərdə asın oradan, qoy cəmaat bilsin ki, burada həkim yoxdur. Hamısın bu vilayətdə şey qalmır, həkim qalmır, hamısın başı vurulur, asılır ora. Bu vəziri çağırır ki, nə oldu, bir həkim qalmadı. Deyir, yox da hamısını dedim, mən də hamısını başımı vurdurmuşam, kəllələrini də asmışam oradan, deyir, qurt-quş yeyir. Sonra qəfildən fikir, bir dənə deyir, anormal bir dənə həkim var, o şutdur da, şut deyil, təlxəkdir. Hə, bir dənə o qalıbdır. Deyir, o seriozun adam deyir, get həkim deyir, get gətir görə, bəlkə nəyisə eləyəm. Bunu çağırıb gətirirlər padşahın yanına, padşah deyir ki, məni sağalda bilərsən. Deyir, sənin də var sağaltmağa, sənin bu xəstəliyin nə olan şeydir, mən bunu sağalda bilmiyim. Deyir, sağalt da, deyir, sağalt. Mənim 3 dənə şərtim var, bu şərti yerinə yetir, mən səni sağaldacam. Deyir, nə şərtdə görüm, deyir, ən yaxşı iti gedən atını gətir bağla sarayın qapısına. Aşağıdır, bir də belə eləyən kimi iş gedir. Üstünə də xurcun da için qızıllar, hamısını gətirib düzürlər. Deyir, 3-cü şərtin nədir, tez elə, deyir, hamısı buradan çıxsın, getsin sənin vəzirin, vəkilin, hamısı. Bir 200-300 metr saraydan qırağa yaxınlaşmasınlar. Çünki mən müalicə elində sənin səsin çıxacaq. Bunlar da qorxub eləyəcəklər. Hamısı çıxır, gedir, bu başlayır uşağı təpikləməyə.
A deyir mən şahım, deyə bilirəm deyil. Mən momenti gözləyirdim. Gücündən düşmüsən əlimə. Yanında da heç kim yox. Çıxır bunun üstünə, pastelin üstünə, bunun təpiyi ilə vurur, nə bilim, üstün başını batırır. Biabır ki. Təpeləyir, düşür, deyir, indi at orada, qızıl orada. Çıxıb gedəcəm başqa bir vilayətə. Ömrümü sürəcəm, bəsli deyincə, kef eləyəcəm. Sən də qal burada ölgünə. Bu çıxandan sonra padişah yumalanır, o karabatdan düşür yerə. O divarda xəncər olur, xəncəri götürür. Sonra pilləkənlərdən sürüşə düşür, aşağı girir, tövləyə. Çıxır atın belinə ki, mən bunu öldürməliyəm. Bu mümkün olan şey deyil. Bu mən gör nə günə salıbdır. Bu çıxır saraydan, bunun dalınca qıraqdan o vəziri, vəkili görürlər ki, bu şah çıxdı, gedir. Bunlar da gəlirlər buna ki, bu nə məsələdir, bu hara gedir. Şimdi gəlirlər, axırda bu şeyə çatırlar, həkimə çatırlar. Bu xəncəri çəkir ki, bunu vursun həkimi. Həkim çöndü, deyir, görməyin. Deyir ki, bizim şərtimiz nə idi? Mən səni sağaldım, düzdür. Deyirsən, 5 ildir pasteldən dura bilməmsən, indi qılınc əlində məni öldürürsən. Sağaltmaq nətər olur? Nətər olur da sağaltmaq? Burada Norbekov öz elmin yaradır. Öz elmin yaradır ki, insanın daxilində elə bir qüvvə var ki, onu oyatmaq lazımdır. Onu oyadanda insan nəyə desən qadirdir. Onu istiqamətləndirmək lazımdır sağlamlıq sahəsində. Bu bütün xəstələri təhqir eləyə, bax belə nətər ki, o padişahı təhqir eləmişdilər, o metodla sağalırdı. Onun bir teması var, deyəcəm, o şəkər xəstəliyi xətrinə deyəcək. Onun bir dənə başlı kitabında bir məqalə var. O 5-6-7-8 dənə kitabı var, məndə hamısı durur, Norbekovun kitabları. Где ночуют куски на мать, nə bilim, klizma для çoça noruna o kitabları da. Hamısı o şeydir, o Rusun sözü olmasın, Человек с юмором. Elə onun deməli o elmi onun üstündə qurulub ki, ona görə o xəstələri təhqir eləyirdi. O təhqirdən sonra xəstə diaman biri məcburdur ona. Onun bir dənə mövzusu orada vardı. Почему aslan называют Eşakov? Mən orijinaldan deyirəm də, yəni Norbekov ancaq orijinalda oxumaq lazımdır. Onu tərcümə eləsən heç nə. Norbekovun o kitabını götürüb bir abzas oxusandı, mən deyərəm o Norbekovdur yoxsa yox. Onun özünün stili var. Çok yumorlu olan adam. Deyir ki, почему aslan называют Eşakov? Mən bunu aşmıram nə deməkdir. O elə təhqir eləyib xəstəni. Məcbur eləyirdi ki, sən sağal. Sonra onun bir mövzusu da var, o gedir bir dəfə dostu gəlir deyirəm deyə, o klonluydu. Kişilik xüsusiyyəti zaten onda çox da qadınlara həmişə satışdı. Dostu gəlir, gedir kırma komandirovka var. Deyir, gedək də orada kef də eləyərik də, kurortda. Gedirlər bunlar 15 günlük Kırıma, istirahətə. 14 gün yeyib içib yatırlar. Axırıncı günü Norbekov deyir bu dostuna ki, biz bura nəyə gəlmişik? Deyir, nə lazım, mən gedib bir açıq da verəcəm Səhiyyə Nazirliyinə, getdik, nəysə həll elədik, gəldik, pulumuzu alacaq, yol pulu, yemək pulu, içmək pulu. Deyir, burada qalırıq hamısı havayı. Deyir, yox idi, görüm, nə məsələdir, nətər yanı gəldik. Deyir, heç də, görürsən, setka çəkilir, deyir, bu tərəfdə yetim uşaqlardır, bu tərəf valideynin uşaqlar. Bunlar yetimlər hamısı sağalır, bu birisilər sağalmır. Deyir, nətər sağalır, sağalmır da. Faiz fərq, həddən artıqdır. Norbekov bir gün qalıb, oturub fikirləşir, bu nətər oldu, nətər bunlar sağaldı, bunlar sağalmadı. Burada da öz elmini açır. O elminin bir istiqamətində burada açır. Gəlir, soruşur Medsestradan, deyir ki, bu uşaqlar sizdən nə soruşur? Deyir, heç də hamısı soruşurlar ki, bizim atamız, anamız nə vaxt gələcək. Deyir, bəs siz nə deyirsiniz? Deyir, bizi deyirik ki, sağal günə atan-ananın gəlişanı aparacaqdır. Sağalmasın, yox. Köçür bu tərəfə, görür ki, orada ata, ana yanında bir yerdə qalırlar. Görür, bu uşaq xəstələndikdə atası anası düşür üstünə. Nə istəyirsin? Sənə snikers alım, mars alım, marojna alım, gedək Kaçelidə gəzək. Görür ki, uşağa sağalma sərf eləmir. Bu birlər gecə-gündüz içəridə o güc, içəridə o fikir ki, mən sağalmalıyam. Onu sağaldan o fikirdir. Elə Vasyotində də odur, bioenergo treningdir. Bütün o gücün, o da onun üstündə qurulub Norbekovda.
Norbekov da deyir ki, özünü vunuşat eləyəndən sonra, inanandan sonra sən sağalma prosesi gedir. Onu sonra da tətbiq edir yaşlılara, uşağa yox deyir, yaşlı adamlar da elədir deyir. Xəstələnirlər, görürlər, bunlara sağalma sərf eləmir. Bunlar xəstə olduqca o deyir, orada oturma, burada oturma. Orada oturma, burada. Ay üstünü başını bastır, gel. Ay al onu yeginən, sən xəstəsən. Ay bunu yeginən xəstəsən. Ay gedək falan yeri. Bu gör adam, o xəstə adam sərf eləmir sağalmaq. Hamısı bunun üstündə əsir. Bu niyə sağalsın? Ona görə heç sağalmaq haqqında fikirləşmir. Şəkər xəstələrinə aid deyil bu. Görürlər, sən şəkər xəstəsisən, salla. Onu eləmə, ağır şey götürmə. Onu eləmə, bunu eləmə. Pencəyə sal içində soyuq olar, papağa qoy başına soyuq olar. Görür ki, hamı bunun üstündə, oraya yumuşaqdır, gəl burada yumuşaq yerdə otur. Görür ki, bu xəstə olmaqdan yaxşı şey yoxdur. Ona görə almır. Bu da Norbekov haqqında danış. Yəni, bunlar hamısı dahi insanlar. Çox danışa bilərəm, alimlərin hamısından. Amosovdan danışmaq olar, Porfiri Korneyevichdən danışmaq olar, nə bilim, Dikul'dan danışmaq olar. Çox adamdan danışmaq olar. Amma görürəm, vaxt keçir, elə olsun ki, videonu qoya bilim də, oturda bilim TikTok'a. Kommentariyalarını gözləyirəm, kommentariyalarınızı. Sonra bir dənə də şey deyim. O yazmışam orada, o şəkərə aid danışanda biri yazır ki, bəs mən qaça bilmirəm, nağayırım. Ay balam, qaça bilmirsən, Strelnikovanı elə, qaça bilmirsən, o vibrogimnastika, dabanını qalxız, vur yerə. Kontrastın duşunu elə. Bunların hamısından o birisi şeyləri eləyə bilirsən, onları elə də. Mən sizə bir söz deyim, o şəkər xəstələrinə deyim. Siz əgər Strelnikovanın 12 dənə uprajneniyasını hamısını örgənib, o düzgün dıxaniyasını, nəfəsi almağı örgənsəniz, gündə 2 dəfə onu eləsəniz, elə hesab edin ki, şəkər xəstəliyini 50% sağaltmışsınız. Yoxsa deyir, mən neyim, elə də, bilirsiniz nə istəyirsiniz, o Dudu ilə bu var, Dudu keçirib, ayağını üstə telefonu tutub, yuxarıda da yazır ki, mən oturub ayaqdan fikirləşirəm ki, nə tər eləyim ki, heç nə eləməyim, çoxlu pul qazanım. Sizinki ona döndü, nə tər eləyim, mən heç nə eləməyim, nə Strelnikovanı eləyim, nə kontrastın duşu eləyim, nə oturum evdə axşam televizora baxanda samo masajı eləyim. Amma sağalım. Dudunun məsələsinə döndü. Eləyin də, nə isə eləyin də, Strelnikovanı elə. Evdə bir duş yoxdur, girib hər gün səhər tezdən durasan, duşun altında girəsən. İsti soyuq istəyir. Həftədə bir dəfə parnoya getmək, yaxında bir parnoyun yoxdur. İçəri şəhərdə parnoy qadınların günü, 2-ci, 5-ci günlər qadınlardır. 3-cü mikrorayonda parnoyda seksə ayrıdır. İstədiyiniz vaxtda gedib girə bilərsiniz. Elə bir bahalı da deyil. İçəri şəhərdə 15 manatdır, orada 8 manatdır. Eləyin də, nə isə eləyin. Siz istəyirsiniz ki, heç nə eləməzsiniz, özü sağalasınız. Elə şey yoxdur. Tər töhmək lazımdır. Zəhmət çəkmək lazımdır sağalmaq üçün. Yoxsa ay ömür boyu, ay mən tort üzünə həsrət qalasınız, yoxsa qarpız üzünə həsrət qalasınız, üzüm üzünə həsrət qalasınız. Bunları eləyin, qəşəng gözəl həyat yaşayın da. Yeyin də, için də, kef eləyin də. Nəysə, bu qədər. Çox sağ olun dinlədiyinizə görə. Kommentariyalarınızı gözləyirəm. Maraqlı kommentariyalar yazın. Hələlik, sağ ol.